Vaxtınız xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Economics'in axşam buraxılışı efirdədir. 2013-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət bazarında əhaliyə 14 milyard manatlıq məhsul satılıb. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 10%-ə yaxın çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə əhaliyə satılan istehlak mallarının 52%-i ərzaq məhsullarının payına düşüb və bu dövr ərzində elektron ticarət dövriyyəsinin həcmi 1,7 dəfə artaraq 1,8 milyon manat təşkil edib. Ötən 9 ay ərzində ölkədə 5152 müəssisə yaradılıb. Vergilər Nazirliyinin məlumatına görə qeydiyyatdan keçən müəssisələrin 165-i dövlət, 4500 isə xüsusi mülkiyyətə aiddir. Yeni yaradılan müəssisələrin 56%-i Bakı şəhərinin payına düşüb, ümumilikdə isə oktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 452 min fərdi sahibkar fəaliyyət göstərir. 2013-cü il ərzində sahibkarlara 246,7 milyon manat dövlət güzəştli krediti verilib və vəsait hesabına 3634 investisiya layihəsi maliyyələşdirilib. Bu kreditlər 10 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək. Sahibkarlığa Kömək Milli Fondunun Göyçay rayonunda sahibkarlarla keçirilən görüşündə belə deyilib. Görüş çərçivəsində Göyçay üçün prioritet sahələrə fond tərəfindən kreditlər ayrılıb. Tədbir çərçivəsində Göyçay rayonlarından olan 46 sahibkara 600 min manat güzəştli kredit vəsaiti verildi. Birləşmiş Ştatlarda hökm sürən qərarsızlıq dünya iqtisadiyyatına da öz təsirini göstərəcək. Böyük 20 ölkələrinin mərkəzi bank rəhbərlərinin görüşü zamanı Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde belə deyib. Default həm Amerika iqtisadiyyatına, həm də qlobal iqtisadiyyata negativ təsirini göstərəcək. Əgər problem vaxtında həll edilməsə, biz qeyri-müəyyənlik və qeyri-sabitliyə hazır olmalıyıq. OPEC 2013-cü ilin sentyabr ayı üçün yekun hesabatını açıqlayıb. Sənədə əsasən dünya üzrə neft hasilatı sentyabr ayında ötən aya nisbətən gündəlik 330 min barel azalaraq 89,93 milyon barel təşkil edib. Bundan əlavə OPEC ölkələrinin ayrılıqda hasilatında da azalma müşahidə olunub. Gündəlik hasilat ötən ayına müqayisədə 390 min barel azalaraq 30 milyon barel olub. Sentyabr ayında Nigeriya, Əlcəzair və Angola öz neft hasilatlarını artırıblar. İraq, Liviya, Səudi Ərəbistanı və Venezuelada isə əksinə hasilat azalıb. London birjasında hər roza çıxarılan Brent markalı neftin qiyməti 0,3% enib və hazırda bir bareli 111 dollar 33 sentə təklif olunur. Light markalı neftin qiyməti isə 0,9% düşüb və indi bu markadan olan neftin bir barelini 101 dollar 71 sentə almaq olar. Səhər qızılın qiymətinin enməyə də davam edəcəyinə bağlı ekspertlərin proqnozlarını səsləndirmişdi, lakin gün ərzində elə belə də oldu və ehtimal özünü doğrultdu, qızılın qiyməti bir qədər düşdü. İndi sarı metalın bir unsiyası 1286 dollara satılır. Gümüşün qiyməti 21 dollar 51 senti, platin 1378 dollara kimi enib. Palladiumun dəyərini isə 0,54% düşüb. Mis 0,3% bahalaşıb, alüminium isə 1880 dollar səviyyəsində qalıb. Amerikanın əsas fond indeksləri yüksəlir. Dow Jones, S&P 500 və Nasdaq 100 təxminən 0,1-0,2% arası bahalaşıblar. Yaponiyanın Nikkei 225-i 0,21% yüksəlib. Almaniyanın DAX indeksi 0,3%-ə yaxın, Böyük Britaniyanın FTSE 100-i isə 0,6% yüksələ bilib. Avro-dolların məzənnəsi 1,3573'dür. Dollar yen 98,36'ya qalxıb, funt sterling dollar isə 1,5983 səviyyəsindədir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 6 qəpik, Rusiya rublu 2,5 qəpik, Türk lirəsi isə 40 qəpik. Bu qədər günün əsas iqtisadi yeniliklərini təqdim etdik. Sağlıqla qalın.